Salam əziz izləyicilər. Pasientləri çox yəni çaş-başa salan bir məsələ haqqında danışmaq istəyirəm. Belə ki, əgər süd vəzidə pasient süd vəzidən şikayətlənirsə, hər hansı bir narahatçılığı varsa, ilkin olaraq kimə müraciət etməlidir? Pasientin ilkin müraciət edəcəyi həkim mütləq radioloq olmalıdır. Əgər siz mammoloqa və yaxud da hər hansı bir onkoloq cərraha belə müraciət etsəniz, o sizi mütləq şəkildə ilkin olaraq radioloqa yönləndirəcək yenə. Radioloji müayinədə bəs bizim etaplanma necə olur? Müayinə etapı necə aparılır? Əgər pasiyentin yaşı 40 yaşın altındadırsa, ultrasəs müayinədən başlayırıq müayinəyə. Əgər pasiyentin yaşı 40 yaş üzəridirsə, mammografiya müayinəsi tətbiq edirik. Sonra mütləq ultrasəs müayinə tətbiq olunur pasiyenta və ehtiyac olarsa törəmə bizdə şübhəli bir xarakterə malik olarsa, biopsiya müayinəsi və kontrastlı MRT müayinəsi icra olunur. Əgər biopsiya müayinəsi zamanı törəmənin xoş xəstəli olduğu təsdiqlənərsə, burada fibroadenomalar, hamartomalar ola bilər. Bu halda bunu radioloji əslində alternativ yol olaraq müalicəsi mövcuddur. Radioloji ablasiya yolu ilə bu törəmələr aradan qaldırıla bilər. Artıq burada qərar pasiyentə buraxılır. Cərrahi yolla kəsiklə törəmənin kənarlaşdırılması və yaxud da kəsiksiz ablasiya vasitəsilə fibroadenomanın aradan qaldırılması. Yox, əgər biz bəsit kista təsbit etmişiksə müayinədə, ultrasəs cihazının nəzarəti altında radioloq tərəfindən həmin kistanın aspirasiya yolu ilə müalicəsi tətbiq olunur. Əziz xanımlar, sağlamlığınıza biganə yanaşmayın, vaxtaşırı müayinələrinizi isə unutmayın.